Xəyalıma gətirirəm ki, demək mən bir otaqda təkcə, heç kim yanımda olmamaq şərtilə mən orada can verəcəm, həmən otaqda. Nə oğul olacaq yanımda, nə qız olacaq, nə olacaq, heç bir olacaq. Həqiqətən çox ağır bir sözlərdir onlar. Qorxduğu başına gəldi adamın. Adam qorxurdu ki, bir gün o dünyasını dəyişəndə onun yanında nə oğlu, nə qızı olmayacaq. Bəli. Və belə də oldu. Yəqin ki, orada insanlarımız o səmimiyyəti və o duyğunu hiss edirlər. Mən ona qarşı nə qədər həssas yanaşırdım. Allah rəhmət etsin Katib dayı, Katib baba. Əlimizdən gələni biz bir yad kimi etdik. Doğmalar düşünsün artıq.